Hər vaxtınız xeyir, əziz tamaşaçılar. Gündəmin bugünə olan ikinci buraxılışında xoş gördük sizləri. Sabah biz 8 noyabr Zəfər gününü, qalib Azərbaycanın ən böyük qürur anını qeyd edəcəyik. Bu zəfər təkcə hərbi deyil, həm də siyasi, iqtisadi və diplomatik qələbə idi. Məhz bu qələbənin gətirdiyi yeni reallıqlar sayəsində bugün regionda uzun illər bağlı qalmış yollar açılır, iqtisadi əlaqələr bərpa olunur. Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırmasından sonra ilk dəfə buğda yükləri ölkəmizin ərazisindən keçməklə Ermənistana daşınıb. Bu, Cənubi Qafqazda qarşılıqlı etimadın və sülhə aparan yeni mərhələnin göstəricisidir. Bugünkü buraxılışımızda zəfərin yaratdığı yeni geosiyasi reallıqlar fonunda tranzit yollarının açılmasının regiondakı sülh və əməkdaşlıq prosesinə necə təsir göstərdiyini müzakirə edəcəyik. Studiyamızın qonağı politoloq Aytən Qurbanovadır. Xoş gördük Aytən xanım, bayramınız mübarək. Xoş gördük. Bayramınız mübarək. Çox sağ olun. Aytən xanım, Azərbaycanın tranzit jesti regionda yeni siyasi və iqtisadi reallığın formalaşmasının başlanğıcı kimi dəyərləndirilir. Sizcə bu addım uzun müddətli sülhün və qarşılıqlı etimadın möhkəmlənməsi üçün hansı strateji əhəmiyyət daşıyır? İstisnası olaraq Azərbaycanın Ermənistana daşınacaq məhsullarla bağlı götürdüyü bloku götürməsi və eyni zamanda Qazaxıstandan ilk məhsulların daşınması, növbəti reis məhsulların daşınması ilə bağlı işin həyata keçirilməsi onu deməyə əsas verir ki, artıq iki tərəfli münasibətlərdə normallaşma prosesində etimadın bərpa olması və təhlükəsizlik ilə bağlı məsələlərin də aradan qaldırılması ilə bağlı yeni bir mərhələ başlayıb. Çünki 30 illik dövrdə müstəqillik tarixində biz 1-ci Qarabağ müharibəsi ilə müstəqilliyimizi əldə etdiyimiz üçün Ermənistanla münasibətlərimiz heç bir halda olmayıb. Həm sərhədlərin bağlı olması, həm kommunikasiyaların heç bir halda işlək vəziyyətdə olmaması Ermənistan işğalçılıq siyasətinin irəli gələn yanaşmaların aydın nəticələri idi. Bu gün Azərbaycanın təklif etdiyi iki tərəfli format çərçivəsində əldə olunmuş razılıqlar kontekstində biz aydın şəkildə müşahidə edə bilirik ki, iki dövlət arasında artıq normallaşma prosesi real əsaslarda irəliləyir. Üçüncü, dördüncü tərəflərin hər hansı bir müdaxiləsi olmadan mərhələli şəkildə həm cəmiyyətlərarası münasibətlərin bərpa olunması, qarşılıqlı etimadın bərpa olunması, həm də dövlətlərarası səviyyədə ola biləcək bütün maneələrin və bariyerlərin aradan qaldırılması istiqamətində. Düşünürəm ki, Azərbaycan bu istiqamətdə kifayət qədər çox xoş niyyət nümayiş etdirib və həm hava məkanını Ermənistan uçuşlar üçün açıq elan edilməsi, eyni zamanda Ermənistana daşınan məhsullarla bağlı blokun götürülməsi və Azərbaycan üzərindən bu daşınmanın həyata keçirilməsi Ermənistana qarşı olan xoş niyyətin bariz nümunəsidir. Həmçinin regionla bağlı sülh və sabitlik istiqamətində Azərbaycanın ortaya qoyduğu konseptual yanaşmaların da bariz nəticəsi kimi qiymətləndirə bilərik bu addımları. Çünki biz konkret olaraq hər hansısa bir sənəd üzərində qalan sülh müqaviləsinə nail olmağa çalışmırıq. Əgər belə olduğu halda biz çox uzun müddət əvvəl sülh müqaviləsini imzalamış və bu istiqamətdə addımları yekunlaşdırmış mərhələdə ola bilərdik. Bizim əsas hədəfimiz davamlı və dayanıqlı sülhə nail olmaqdır. Davamlı və dayanıqlı sülh üçün də iki dövlət arasında, iki cəmiyyət arasında, xalqlar arasında yaranmış bütün problemli məsələlərin, ola biləcək gələcəyə yönəlik qala biləcək hər hansısa bir hədələrin tamamilə aradan qaldırılması, dövlət səviyyəsində bununla bağlı öhdəliyin götürülməsi, məsuliyyətli yanaşmanın nümayiş etdirilməsi ilə bağlıdır ki, son bir neçə ay ərzində biz Ermənistanın mövcud hərbi siyasi hakimiyyətindən qismən də olsa qətiyyətli siyasi iradənin və eyni zamanda məsuliyyətli yanaşmaların sərgiləndiyini aydın şəkildə müşahidə edə bilirik. Xüsusilə iki tərəfli danışıqlar kontekstində əldə olunmuş razılıqlar bizi 8 avqust üç tərəfli birgə bəyanatına aparan ən əsas töhfələr əsas uğurlu yol idi və bu uğurlu yolun kulminasiya nöqtəsi məsələ 8 avqustda əldə olunmuş razılıqdır ki, kommunikasiya xətlərinin bərpa olunması ilə bağlı hər iki tərəf bu istiqamətdə aydın mövqeyini ifadə edib. 17 bənd üzrə razılaşdırılmış sülh müqaviləsinin paraflanması yekunlaşdırılıb. ATƏT Minsk qrupunun ləğv olunması ilə bağlı ilk qərar qəbul olundu. Xariclər Nazirlər Səviyyəsində müraciət ünvanlandı və nəhayət ki 2025-ci ilin sentyabr ayının 1-də ATƏT çərçivəsində Minsk qrupunun fəaliyyətinin dayandırılması və bütün onun mövcud qərarlarının ləğv olunması istiqamətində yekun qərar qəbul edildi və sülhə qarşı ola biləcək yeganə maneə bu gün konstitusiyaya ediləcək dəyişikliklə bağlıdır ki, düşünürəm ki, Ermənistan cəmiyyəti və Ermənistan hakimiyyəti bu istiqamətdə müəyyən mənada hazırlıq dövründən keçir. Düzdür, fikir ayrılıqları hər hansısa bir formada səsləndirilən fərqli mövqelər olsa da, bu sülhə apara biləcək yolda yeganə maneə olduğu üçün istisnası olaraq bu istiqamətdə real addımların atılması müşahidə olunacaq. Bu Azərbaycanın dövlət başçısının qətiyyətli mövqeyi
dövlətçiliyinin aydın ifadəsidir. Və biz sadəcə hərbi cəbhədə qələbə qazanmadığımızı son 5 ildə bütün dünya aydın şəkildə sübut etmişik. 44 gün ərzində Azərbaycan ordusunun əldə etdiyi hərbi qələbələr daha sonra imzalanmış üç tərəfli birgə bəyanatla, 10 noyabr bəyanatı ilə digər ərazilərimizin, Ağdamın, Kəlbəcərin, Laçının bir güllə belə geri atılmamasına nail olunması və sonraki istiqamətdə 2023-cü ildə 19-20 sentyabr tarixlərində 23 saatlıq antiterror tədbirləri ilə bütün istiqamətlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı ola biləcək təhdidlərin aradan qaldırılması, Azərbaycan ərazisində boz zona yaratmaq istəyənlərin hər birinin cinayətkar olaraq bugün mühakimə prosesinin davam etdirilməsi, bütün platformalarda Azərbaycanın vahid bir sülh konsepsiyası ilə çıxış etməsi, regional dövlətlər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı daim yeni təşəbbüslər ortaya qoyması və nəhayət Ermənistana münasibətdə ortaya qoyduğumuz ən əsas konseptual yanaşma Ermənistanla münasibətlərin yeni əsasda diplomatik protokol çərçivəsində tamamilə formalaşdırılması, Ermənistanın dövlət olaraq qarşıya qoyduğu bütün öhdəliklər icrası ilə bağlı hüquqi mexanizmlərin işlənməsi, yəni konstitusiyada, müstəqillik aktında olan bütün iddialardan tamamilə əl çəkilməsi və nəhayət yekun sülh müqaviləsinin imzalanmasıdır. Bu Ermənistanın gələcəyə yönəlik qurtuluşunun, dövlətçiliyinin düşünürəm ki, ən əsas şanslarından biridir. Çünki Azərbaycanla iqtisadi əlaqələrin dəyərləndirilməsi və bütün mümkün imkanlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, Türkiyə ilə iqtisadi əlaqələrin bərpa olunması, sülh müqaviləsinə nail olmaq, Ermənistanın tranzit ölkə statusunu qazanması, mərhələli şəkildə Ermənistanın həm regional, həm də qlobal proseslərdə inteqrasiya olunmasına və eyni zamanda təhlükəsizlik ilə bağlı zəmanətlərinin öz suverenliyi çərçivəsində təmin olunmasına gətirib çıxardacaq yanaşmalardır. Və bunun da ilk addımları bu gün atılır, bu gün müşahidə edilir. Artıq Ermənistana bu istiqamətdə ilk Azərbaycan tərəfindən nümayiş olunan kifayət qədər konstruktiv yanaşmalar, məhsulların daşınması ilə bağlı atılan addımlarda, eyni zamanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin birgə keçirdikləri dialoqlarda, platformanın formalaşdırılmasında, hava məkanının açılmasında, Zəngəzur dəhlizi ilə bağlı aparılan işlərdə bu istiqamətdə ola biləcək mümkün əməkdaşlıq imkanlarının hər zaman dəyərləndirilməsində, paralel olaraq delimitasiya, demarkasiya prosesinin uğurlu şəkildə davam etdirilməsində və nəhayət sülh müqaviləsinin imzalanması üçün lazımi şəraitin tam formalaşdırılmasında aydın şəkildə təzahür edir. Və düşünürəm ki, bugün 5 illik yubiley mərasimi ərəfəsində, 8 noyabr Zəfər bayramı ərəfəsində Azərbaycan 5 il ərzində həm Qarabağın dirçəlişi, Qarabağın qayıdışla bağlı, həm də qlobal sistemdə Azərbaycanın rolunun artması, hərbi qələbələrin diplomatik platformada davam etdirilməsi istiqamətində bütün dünyaya aydın mesaj verir və yeni bir model formalaşdırır. Təşəkkür edirik Aytən xanım, maraqlı təhlil və dəyərli fikirləriniz üçün. Azərbaycanın qazandığı zəfər bugün təkcə sərhədləri deyil, düşüncə sərhədlərini də dəyişib. Qalib xalq kimi biz artıq bölgədə sülhü, inkişafı və qarşılıqlı etimadı təşviq edən bir gücə çevrilmişik. Çox sağ olun. Təşəkkür edirəm. Ümid edirik ki, zəfərin yaratdığı bu yeni mərhələ tranzit yollarının açılması ilə davam edəcək və regionda sabitliyin möhkəmlənməsinə xidmət göstərəcək. Biz gündəmdə yenə zəfərin gətirdiyi reallıqları və sülhə aparan prosesləri müzakirə etməyə davam edəcəyik. Sağ olun, növbəti buraxılışlarda görüşənədək.